Salamlar, necəsiniz? Mən Zabitə, məndən çoxdan ola bilər izləyirsiniz, ola bilər ilk dəfə də qarşınıza çıxdım YouTube-da. Ona görə bu mənim video seriyamın ilk videosu olduğu üçün biraz tanışlıq, biraz da ki mövzumuza keçəcəyik. Məni çoxdan izləyənlər bilir ki, mənim bir podkastım var idi, Xoşbəxtlik Axtarışında və o podkast mənim ilk kontent yaradıcılığımın ilk məhsulu idi. Çünki mənə video çəkmək çox qorxulu gəlirdi, səsimi ümumiyyətlə çatdırmaq kiməsə, nə bilim skript yazmaq, sonra onu montajlamaq çox gözümə dururdu və qorxudurdu bu məni açığı. Ona görə ilk podkastdan başlamışdım. Hərdəki sadəcə düşüncələrimi yazırdım. Səsləri prosta qeyd edirdim, montajlamırdım da demək olar çox vaxt. Və bu podkast mənim üçün çox dəyərlidir. Çünki həyatımda çox şeyləri dəyişdirdi. O podkasta başlayanda mən indi olduğumdan tamamilə başqa bir düşüncə tərzində, başqa bir xoşbəxt olmadığım bir həyatın içindəydim ki, işimi sevmirdim, həyatımı sevmirdim. Bilmirdim nəsə eləmək istirdim, bilirdim ki, bu həyat mənə aid deyil. Mən burada nələrsə eləməliyəm, nələrsə qatmalıyam. Həmişə hiss eləmişəm ki, insanlara öz fikirlərimi çatdırmalıyam. Çünki məsələn biri ilə də danışanda çox eşidirdim ki, "A, bunu niyə paylaşmırsan? Bunu niyə video çəkmirsən? Niyə ümumiyyətlə hardasa göstərmirsən?" Və ona görə də mən Instagram bloqumu açdım, podkast aparırdım. Amma bu müddət ərzində artıq öyrəndim bəzi şeyləri və biraz da özlərimdə işlədim. Artıq bu podkastı belə həm öz YouTube kanalında, həm də ki, video formatında aparmağa qərar gəldim. Bunlar çox qısa müddətli 15-20 dəqiqəlik podkastlar olacaq və hər bazar günü saat 10-da yükləməyə söz verirəm ki, artıq siz bu biraz sizə söz vermiş oluram, biraz da özümə söz vermiş oluram ki, bunu davamlı şəkildə edeyim və mənə xatırlatdı podkast ki, mən əslində sizlə danışmağı nə qədər çox sevirəm. Bunu bir iş olsun deyə, nə bilim, viral olsun deyə və ya izlənməsi olsun deyə yox, doğrudan da içimdən gəldiyi üçün mənim yaşadığım şeylərin başqalarına da xeyirli ola biləcəyini ki, insan bəzən eşidəndə ki, bu yolda tək deyiləm, bunu yaşayan mən tək deyiləm, bu ona çox bir dəstək olur. Ona görə də bu video seriyasına başlamağa qərar verdim. Yavaş-yavaş ola bilər ki, başqa bir formata irəliləyim, ola bilər ki, daha belə advans bir şeylər öyrənim, amma bu yolun bir parçasıdır və bu videonu da kravatımın üzərindən çəkirəm. Çox da belə bir baxdım ki, arxaya fon falan necə düzəldə bilərəm, bəlkə studiyaya çəkim, bəlkə bunu eləyim, onu eləyim, amma dedim ki, yox, uzatmayacağam bu mövzunu. Və ilk videomuzun da mövzusuna gəlmək istəyirəm elə burdan, hansı ki, ümumiyyətlə başlamaqdandır. Mənim ətrafımda dəhşət çox insan var ki, deyir ki, filan şey eləmək istəyirəm, başlamaq istəyirəm, düşünür, amma bir türlü başlamır. Çünki mənə kimsə də gəlib nəsə bir ideya deyəndə, mənim ilk reaksiyam olur ki, başla. Pis olsun, yaxşı olmayacaq, heç kim sıfırdan başladığı bir şeydə ideal ola bilməz. Yəni bu real deyil ümumiyyətlə. Ona görə də bu videonun məqsədi və ilk mövzusunu seçməyim necə bir şey başlamaq olar. Çünki bunun üzərinə çox danışırlar. Prokrastinasiya, yəni bir şeyə ertələməkdən necə qaçmaq olar. Bunun üzərinə o qədər kitablar yazılıb. Yəni psixologiya, spiritualizm, coaching, bu sahələr hamısı bunun üzərində çox çalışır. Amma ki, əsas mövzumuz isə ondadır ki, bunun üzərinə çox düşünmədən necə başlamaq. Çünki mən gördüyüm və ətrafımda həm coachingdən öyrəndiyim müştərilərimdən, həm də ki, ətrafımdakı dostlarımdan, iş yoldaşlarımdan gördüyüm odur ki, insanların ən böyük problemi düşünməkdir. Çox düşünürük. Necə olacaq, nə edəcəyik, hara çəkəcəm. Məsələn, mən kontent yaratmağa ilk başlayanda mənə dedilər ki, "A, podkastda hara çəkəcəksən, mikrofon al, nə bilim, falan şey editinqi kim eləyəcək, necə yükləyəcəksən, onu kim baxacaq, lisenziya falan." Çox var idi və mən amma podkasta başlayanda özümə söz vermişdim ki, heç nəyi gözümdə böyütməyəcəm. Mikrofonum yox idi. İndi ola bilər, amma mən bunu bəlkə də podkastı eləyəndən bir il sonra aldım ki, o da daha belə Instagram üçün daha çox aldım ki, çöldə falan video çəkə bilim səs üçün. Sadəcə telefonumun səs hissəsinə, hansı ki, hamımız WhatsApp-da bir-birimizə səs atırıq. Orada səsə yazıb özüm üçün qeyd edirdim. Düşüncələrimi çox belə cool olmağa da çalışmırdım açığı ki, nə ürəyimdən gəlirdisə, həmin həftə nə yaşayırdımsa, onu da paylaşırdım ki, bu mənə bəhanə yaratmamağa kömək edirdi və bir çoxumuz əslində fərqinə varmırıq ki, yaratdığımız bəhanələr bizim sadəcə qorxularımızdır. Yəni bir orada reallıqdan da çox bizi qorxudan şeylərdir ki, okey, mən bunu elədim, mən podkast yaratdım, mən hər hansı bir biznesi başlatdım. Ola bilər ki, həyatımda heç eləmədiyim bir şey elədim. Nə olacaq? Bu qorxu bizi orada belə sıxır, saxlayır. Hətta görə bilərsiniz ki, əgər bu mövzulardan danışırsınızsa, məsələn, sizi qorxudan bir mövzudan, görəcəksiniz ki, bədəniniz belə rahat deyil və belə bir formaya gələcək, sıxırsınız özünüzü, əsasda çiyinlərinizi. Və bu o deməkdir ki, bu bizim üçün komfort zona olan bir şey deyil. Amma biz komfort zonamızda yaşaya-yaşaya da istədiyimiz həyata gedib çıxa bilmirik. Bu mümkün deyil ümumiyyətlə. Ona görə mənim özümə qoyduğum və istifadə etdiyim ən böyük qayda o idi ki, bir şeyə başlamaq. Necə eləyəcəm bilmirəm.
hardan başlayacağım bilmirəm, kim kömək eləyə bilər bilmirəm. Amma o yola başlamaq üçün ilk addım atmaq bu ən önəmlisidir. Ola bilər ki, siz bu yolda uduzacaqsınız. Ola bilər ki, nəsə pul itirəcəksiniz, nəsə vaxt itirəcəksiniz, uğursuz olacaqsınız, amma uğursuz olmadan da uğurlu olmaq olmur. Yəni siz düşünə bilərsiniz ki, mən Instagram açım. Bir çox insan məsələn xəyalı var ki, bloq aparsın. Amma bunu eləmir ki, necə eləyəcəm, birdən uğursuz olar, birdən nə bilim mənim videom 1 milyon izlənməz. Amma 2 milyon izlənən indi hər video 100 view aldı, yəni 100 nəfərin izlədiyi videolardır. Onlar nə vaxtsa 100 ilə başlayıblar, nə vaxtsa 0 ilə başlayıblar, heç izlənməyiblər. Amma o yolda davam ediblər, öyrəniblər və sizin öz elədiyiniz işlərdə də öyrənməyiniz üçün ilk öncə təcrübə yığmanız lazımdır ki, mən ilk addım atıram, başlayıram, yoxlayacağam. Yoxlamadığınız şeylərin sizə uyğun olub olmadığını da bilə bilməzsiniz. Bu da çox böyük bir problemlərdən biridir ki, ümumiyyətlə biz düşünürük ki, falan şeyə görə eləyim, düşünüb qərar veririk ki, eləyim, eləməyim. Amma ən qısa yolu bir şeyin sizə uyğun olub olmadığını öyrənmək odur ki, siz onu yoxlayasınız. Yəni həyat doğrudan da yəni çox qısadır. 70-80 il ömrümüz var ya yoxdur. Biz düşüncələrimizdə itməkdənsə həyatımızı yaşamağı seçməliyik və o yaşamağın içində də təbii ki, bütün yoxladığımız şeylər uğurlu olmayacaq. Bunu gözləmək də qeyri-realdır. Uğursuzluq olmalıdır ki, uğur bizə maraqlı gəlsin, uğur bizə yaxşı hiss elətdirsin. Əgər əlimizə atdığımız hər iş uğurlu olsa, bu artıq uğur yox, norma adlanacaq. Ona görə də çox vacibdir ki, bir şey ağlınızda varsa, indi tövsiyə edirəm hətta ki, bu videonu burada dayandırın və götürün bir qələm, dəftər və yaxud telefonunuzda qeyd yazın. Nələri eləmək istəyirsiniz? Nələri hər gün olmasa da, ola bilər bəzi şeylər hər gün düşünürsünüz. Bəzi şeyləri davamlı şəkildə artıq neçə aydır, neçə həftədir və yaxud neçə ildir o düşüncə sizdə var, amma siz onu hələ də reallaşdırmırsınız. Mütləq eləyin. Mən məsələn kiçik bir hekayə danışım. Mən illərdir səyahət eləmək istəyirdim, amma səyahətə gözümdə o qədər böyüdürdüm. Vizanı kim alacaq? Ümumiyyətlə getdim orada, necə tapacağam, birdən başıma bir iş gələr. Ay oxuyurdum ki, Avropada çox uğurluq var, gedərəm nəyəsə uğurlarlar, başıma bir iş gələr. O qədər böyüdürdüm gözümdə və neçə il mən ilk dəfə 2025-ci ildə səyahət elədim. O da mənim artıq 26 yaşım var idi. Və onu eləyəndə o qədər belə şokdaydım ki, yəni doğrudan şokdaydım ki, bəzi şeylər əslində necə də asan ola bilirmiş. Mənə ilk dəfə vizaya müraciət edirdim və mənə 1 aylıq viza vermişdilər ki, mənim indi də tanışlarım var ki, 3 gün ya 7 günlük viza istəyirlər, 7 gün verirlər onlara. Mənim viza prosesim çox rahat keçmişdi. Ümumiyyətlə sərhəddən keçəndə heç bir problem yaşamamışdım. Düşünürdüm ki, ayda sərhəddə məni sorğulayacaqlar. Niyə gəlmisən, neyniyəcəksən, buraxmayacaqlar məni ölkəyə. Rəfiqəm oxumuşdu ki, viza almaq o demək deyil ki, sən ölkəyə qaranti girəcəksən. Ay məni buraxmayacaqlar ölkəyə. O qədər belə ona katastrofa ssenariyaları qururdum beynimdə, amma bunların heç biri yaşanmadı. Və doğrudan onda öz-özümə düşündüm ki, bəzi şeyləri mən niyə bu qədər böyüdürəm? Niyə bu qədər özümə bəhanələr yaradıram? Təbii ki, məsələn, səyahət kimi bir kritikdə ölkə dəyişirsiniz, başqa bir ölkəyə gedirsiniz. Bu sizin şəhərə getməyiniz, yəni yaşadığınız şəhərin mərkəzinə Targovaya getməyiniz qədər rahat olmalı bir proses deyil təbii ki, amma o demək deyil ki, bu narahatçılıq sizi ümumiyyətlə xəyallarınızı reallaşdırmaqdan uzaqlaşdırmalıdır. Yəni bəzi şeylərə sadəcə baxmaq lazımdır ki, okey, yoxlayım, çətin olacaq, buraxacağam. Məsələn, Amerika indi mənə biraz çətin gəlir ki, oranın viza prosesləri indi deyirlər ki, nə bilim 10.000 depozit falan ki, araşdırmamışam. Amma mən bilirəm ki, mən doğrudan onu istəsəydim, doğrudan da özümə mənim üçün o nə deyirlər, əziyyətə, o efforta dəyəcək bir şey olsaydı, mən onu mütləq eləyərdim. Ona görə isə ona hələ ki girişmirəm və çox maraqlı deyil. Açıq Avropa mənə də maraqlı gəlirdi. Uzun sözün qısası, yəni bəzi şeyləri başla necə deyirlər, mənə məsələn bir nəfər sual vermişdi ki, mən falan şey eləmək istəyirəm, necə başlayım? Necə başlayım deyə bir şey yoxdur. Başlamaq var sadəcə. Çünki heç kim sizə öyrədə bilməz ki, bloqu necə açanda ilk videonuzu necə çəkməyi. Bunları öyrənə bilərsiniz. Amma heç kim sizin əlinizdən tutub o kanalı açmayacaq. O bloqu açmayacaq. Göstərdiyiniz bir işi, o biznes yaratmaq istəyirsinizsə, o biznesi gedib açmayacaq sizin üçün. Biznesdə mən yaradanda ilk biznesimi mən demişdim ki, mən istəyirəm ki, hər şey rəsmi olsun, leqal formada olsun, müəyyən və vergi ödəyicisi olun. Və bunu mən deyəndə o qədər danışdılar ki, ay vergi belə, öz adına vergi müəyyən açma, ay problem olacaq, o bu. Amma mən bilirdim və sadəcə biznesimin qərarlaşdırmışdım ki, adı nə olacaq, çünki adı lazım idi və hansı sahədə olacaq. Sadəcə bunu bilərək mən getdim vergi müəyyən açdırdım özümə ki, mən bu addımı atmalıyam. Artıq mən biləndən sonra ki, o addım var, ikinci addım atmaq mənə daha rahat gəlirdi. Amma mən əgər oturub gözləsəydim ki, mənim full biznesim olsun, hər şeyi rahatlaşdırım, hər şey beynimdə otursun, sonra gedim o addım atmayım, heç vaxt atmayacaqdı. Ona görə də həmişə deyirlər ki,
gedə biləcəyiniz kiçik bir yolu getmək daha önəmlidir. Nəinki siz onu mükəmməl bir plana gətirirsiniz, mükəmməl detallaşdırırsınız, daha sonra edirsiniz. Çünki həyat bizim gözləntilərimizlə üst-üstə düşmür çox vaxt. Yəni biz öz planlarımızı qururuq, amma həyatın da öz planları var və biz bir yolun bir hissəsində ona uyğunlaşmalı oluruq. Və çox da vacibdir ki, biraz axına qarşı getməyə, axınla birgə gedək, amma öz yolumuzu özümüz çizək, öz hədəflərimizi bilək, nə istəyirik, hara getmək istəyirik. Düşünməklə ki, mən falan şey olsa eləyəcəm, falan şey olsa eləyəcəm. Mən düşünə bilərdim ki, məsələn, studiyam olsun, nə bilim, ideal bir iş mühitim olsun, ideal bir belə backgroundum olsun, daha sonra video çəkim və yaxud podkast hazırlayım və yaxud Instagram üçün videolar çəkim, mən bunu heç vaxt eləməzdim. Amma bunu eləməyə mənə icazə verirdi ki, mən doğrudan da korporativ həyatımdan da əlavə nəyin məni xoşbəxt elədiyini gördüm. Ki, məsələn, mən 5 gün çalışıram, bugün 6-cı gündür və mən bu videonu çəkmək üçün çox həyəcanlıyam. Çünki məni xoşbəxt eləyir. Çünki mən buna başladım, yoxladım və anladım ki, bu mənim üçün uyğundur. Anladım ki, mənə zövq verir. Amma başlamasaydım bəlkə də bunun nə qədər zövqlü olduğunu heç vaxt anlamayacaqdım. Və təsəvvür eləyəndə də ki, bizim həyatımızda nə qədər şeylər var, hansını ki biz yoxlamamışıq, amma doğrudan da bizə çox-çox zövq verir. İnsan biraz belə həm həyəcanlanır, həm biraz belə qorxur ki, nə qədərini yoxlamaq ömrüm çatacaq, nə qədərini test edə biləcəm. Ona görə də itirdiyiniz hər bir vaxt əslində sizin üçün itirilmiş bir imkan, itirilmiş bir sizin üçün bir çox dəyərli bir şeydir. Hansı ki, məsələn, onu yoxlamasanız heç vaxt bilməyəcəksiniz. Bəlkə də nə qədər şey buraxırsınız, bəlkə də nə qədər şeyi yoxlamaqdan çəkinirsiniz. Bu bir çoxumuzun perfeksionizmindən gəlir. Hər şey yaxşı eləmək, ya super, ya heç eləməyəcəm düşüncəsindən. Amma ki, bu sizə bir-iki şeydə yaxşı olmağa icazə verəcək. İnsan dünyaya ümumiyyətlə bir şeydə yaxşı olmaq üçün yox, bir şeydə ideal olmaq üçün yox, o şeyləri yoxlamaq üçün gəlir. Həyat bizə verilir ki, biz bəzi şeyləri test eləyək, yoxlayaq, nəyi zövq aldığımızı, bəzi şeylərin nəyi anlamadığımızı, nəyi yaxşı olmadığımızı anlamaq üçün gəlirik və həyat doğrudan da bu sözü çox sevirəm. Həyat doğrudan da yaşamaq üçün var, yaşamağı düşünmək üçün yox. Yəni siz bura plan qurmağa gəlməmisiniz, o planları icra eləməyə gəlmisiniz. Ona görə də full planı qurub sona qədər icra eləməyi yox, planı qurub, icra eləyib daha sonra mən bundan bağlı nə edəcəm? Bunu icra eləmək çox daha, bunu eləmək ümumiyyətlə çox böyük bir cəsarət, özünə sevgi tələb eləyir. Bu cəsarət ki, yaşama cəsarətidir. Hə, seçimlərimizin arxasında durmaq cəsarətidir ki, mən bəzi şeyləri eləyirəm. Və sizi inandırım da ki, o şeyləri eləyəndən sonra sizin həyat eşqiniz də artacaq. Bir çox insanlardan eşidirəm ki, mən işə gedirəm, dərsə gedirəm, evə gəlirəm, heç bir marağım yoxdur, heç nə eləmək istəmirəm, ümumiyyətlə bilmirəm mən nə etməliyəm. Bu bilmirəm nə etməliyəm deyən insanların çoxu sadəcə baxırlar, məsələn, Instagramda baxırlar ki, görəm mən bu idman növü ilə məşğulum, yoxsa o birisi ilə. Görəm mən falan şey oxuyum, yoxsa falan filmə baxım. Amma onların çoxunun gördüyüm problemi isə odur ki, heç vaxt yoxlamayıblar. Heç vaxt anlamayıblar. Siz hər hansı bir idman növünü yoxlamadan heç cürə kiminsə videosuna baxaraq onun sizə uyğun olub olmadığını anlaya bilmərsiniz. Yəni bu mümkün deyil. Və hər şeydə biz sosial mediadan anlaya bilmərik. Kiminsə rəylərinə görə mən həmişə deyirəm ki, əgər kimdənsə eşidirsinizsə ki, məsələn, falan şirkət belədir, falan kəs belədir, falan idman növü çətindir, falan nə bilim ölkə pisdir, ora getməyin. Bunlar bir fakta ola bilər ki, bir hissəli ola bilər ki, düzdür, amma sonda buna qərar vermək bizim əlimizdədir. Bu bizim həyatımıza gəlmə səbəbimiz əslində, ümumiyyətlə mən də ekspertəm. Ümumiyyətlə mənə görə, yəni bunlar mənim düşüncələrimdə açığı ki, biz başqalarının fikirlərini dinləmək üçün yox, öz fikirlərimizi formalaşdırmaq üçün yaranmışıq ki, həyatı özümüz yoxlayaq, özümüz cəhd eləyək, özümüz fikirlərimizi quraq, bir həyat haqqında fikirlərimiz olsun. Bir var ki, siz məsələn də heç vaxt haran deyə bilərəm. Malayziyaya getməmisiniz. Məsələn, mən getməmişəm. Mənim Malayziya haqqındakı düşüncələrim başqa insanlara Malayziya haqqında düşüncələrdir, mənim yox. Çünki mən orada olmamışam, mən oranı təcrübə eləməmişəm və öz fikirlərimi formalaşdırmamışam. Amma mən onu gedib yoxlayana qədər də mənim Malayziya haqqında düşüncələrim həmişə başqasının düşüncələri olacaq və təsəvvür eləyin ki, həyatda nə qədər şey haqqında sadəcə başqalarının düşüncələri ilə yaşayırsınız. Onların fikirləri, onların rəyləri, onların emosiyaları bununla yaşayırsınız, amma heç vaxt öz fikirlərimizi formalaşdırmaq üçün cəhd eləmirik bəzən. Əslində mən də belə idim. Mən də çox, yəni bu məzə demək çətindir mənə, amma mən çox qorxaq olmuşam. Nəyisə yoxlamağa, fail eləməyə çox qorxmuşam bəzi şeyləri ki, ay birdən eləyərəm. Amma fail eləyəndə mən artıq gördüm ki, okey, o qədər də qorxulu deyilmiş. Və gələn dəfə nəyisə düşünəndə ki, görəm bunda da uğursuz olsam nə olacaq? Fikirləşirdim ki, okey, o birisində oldum, bunda nə olacaq? Mən idman növlərində həmişə çox pis olmuşam. Yəni məktəbdə də belə
pis, yaxşı yola verirdim, amma heç vaxt sevməmişəm idman növlərini və oyun tipli idman növlərində ümumiyyətlə deyirdim ki, ha, heç mənlik deyil, uduzacağam, əsəbləşəcəm, ona görə oynamıram. Amma ilk dəfə tennisə başlayanda mənə dedi ki, sən ümumiyyətlə oynamısan əvvəl? Dedim, yox, ilk dəfədir. O dedi ki, sən mütləq, yəni oynamış biri kimi var, yəni o tutur, baxır ki, deyim çox tennisə də baxmışam, yox. Sadəcə yoxlamaq üçün getmişdim ki, bir dərslik. O mənə deyəndə mən fərqinə varım ki, maraqlı. Mən düşünürdüm ki, mən heç bir idman növündə uğurlu deyiləm, amma tennis kimi çətin bir idman növündə əslində mən intuitiv olaraq onu sevirmişəm. İndi də məsələn çox sevirəm, mən çox rahatladan bir idman növüdür və hətta ola bilər ki, 2 il mən ondan artıq məşğul olurdum. Və mənə çox zövq verməyə başlamışdı və hər dəfə də özümə nə isə deyəndə ki, yox, mən filan şeydə yaxşı deyiləm, özümə o tennis nümunəsini xatırladıram ki, okey, sən əvvəl də düşünürdün ki, idman növlərində yaxşı deyilsən, amma bax tennisi yoxladın, gördün ki, əslində yaxşısan bu mövzuda. Və bu xatırlatmalar, bu praktikalar, çünki bizim beynimiz hər dəfə bir qərar verəndə, siz ona nə deyirlər, counter arqument vermək üçün o sizdən istəyəcək ki, mənə fakt ver. Yəni mən beynimə deyəndə ki, yox, mən idman növündə yaxşı deyiləm, amma deyirəm ki, yox, bəlkə də yaxşıyam, beyin deyəcək ki, hansı fakta əsasən? Elə düşünürük biz əslində. Ki, okey də sən indiyə kimi hansı idman növün yoxlamısansa pis olmusan, amma o faktı tapana qədər, o bir nümunəni tapana qədər ki, yox, mən əslində tennisdə yaxşıyam. O nümunəni tapanda artıq beynimiz rahatdır ki, okey, düz deyirsən. Okey, bundan sonra mən sənin idman növündə yaxşı olduğunu düşünməyə mənim əlimdə yetərli fakt var. Və təsəvvür eləyin ki, bu ola bilər ümumiyyətlə incəsənətlə bağlı, karyeramızla bağlı, münasibətlərlə bağlı. Yəni burada mövzu çox uzun ola bilər ki, hər mövzuya bunu aid edə bilərik. Amma sadəcə eləməli olduğumuz bir şey var. Necə eləyim əvəzinə? Sadəcə eləmək. Sadəcə o ilk addımı atmaq. İdman eləmək istəyirsiniz, başlaya bilmirsiniz. Hardan başlayım sualını vermirik. Hardasa başlayırıq. 10 dəqiqə ayırırıq, 5 dəqiqə ayırırıq, 15 dəqiqə ayırırıq, nə qədər indi sizin üçün uyğundursa. Hər hansı bir kursa getmək istəyirsiniz, bilmirsiniz ki, o təlim, o ümumiyyətlə sahə sizə uyğundur ya yox, gedin, bir dərsinə gedin. Ora getmədən, o havanı hiss eləmədən, o mühitə düşmədən siz heç vaxt anlamayacaqsınız ki, o sizin üçün uyğundur ya uyğun deyil. Nə istədiyinizi də bilmirsinizsə, maksimum əldə edə biləcəyiniz şeylərə əlinizi uzadın, yoxlayın, fərqli-fərqli sahələrə, yoqaya gedin, bilmirəm, fransız dilinə gedin, bəyənməsəz ispan dilinə gedin, ispanı bəyənmədiniz, gedin alman dilini yoxlayın. Yəni dünyada yoxlaya biləcəyimiz və bəyənə biləcəyimiz o qədər şeylər var ki, biz özümüzü o qədər qısıtlayırıq ki, bu düşüncələrlə. Bəzən də oradan da heyfim gəlir ətrafımdakı insanlara baxanda ki, insanlar öz həyatlarını necə də qısıtlaya bilirlər. Mənim bugünlük sizə danışmaq istədiklərim bu qədər. Ümid edirəm ki, bu video sizin ilk addım atmağınız üçün, bilmirəm bu hansı sahədə olacaq, amma özünüz üçün bir ilk addım atmağınıza bir motivasiya olacaq ki, bugün özünüzə çox düşünmədən ağlınızda olan şeyləri birini gerçəkləşdirəsiniz və əmin olun ki, birini gerçəkləşdirəndən sonra davamı su kimi gələcək. Çox sağ olun məni dinlədiyiniz üçün. Növbəti həftə görüşənə qədər.